Bismillahirrahmanirrahim. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və səhbihi əcməin. Allah həmd olsun, onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi ve sellem Allahın salamı olsun, salavatı olsun. Onun yolunu düzgün şəkildə tutub gedənlərə Allahın salamı olsun. Hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu. Və bilmək lazım ki, qardaşlar, Allah Taala'nın üzərimizdə olan nemətləri çoxdur. Və Allah Taala'nın ən böyük nemətlərindən biri də biz istəmədiyimiz halda, əlhəmdülillah, bizə hidayət verməsidir. Və biz nə qədər bundan ötürü həmd eləsək, şükür eləsək, yenə də azdır. Və ondan da sonra ən böyük nemətlərindən biri bizi hidayət verdikdən sonra, bizi müsəlman etdikdən sonra Allah Taala'nın bizi İslam nemətinin içində düzgün etiqada, əqidəyə isabət etdirməsidir. Və bu mühümdür. Çünki nə qədər İslamın içində nə qədər tayfalar var ki, onlar hamısı özlərinin haqqı hesab edirlər, amma haqqa isabətləməyiblər. Bu qədər firqələrin içində Allah Taala əlhəmdülillah bizi salamat saxlayıb və ən böyük fitnələrdən biri, ən böyük firqələrdən biri və ən zəlalət, ən azğın tayfalardan biri də qardaşlar xavariclərdir. Və bunu Muhammed sallallahu aleyhi ve sellem'in zamanından sonra bu barədə heç vaxt bidət olmadığı vaxtda Muhammed sallallahu aleyhi ve sellem öz zamanında xavariclərdən danışıb. Muhammed sallallahu aleyhi ve sellem'dən sonra sahabələr də danışdı. Sahabələrdən sonra tabiinlər, sonra onlara tabi olanlar, sonraya qədər xavariclərdən bütün əhl-i sünnə, bütün ümmət danışıb. Onların fitnəsindən, sonra onların tarixdə elədiyi azğınlıqlardan. Ən birinci Muhammed sallallahu aleyhi ve sellem'in zamanında Zülxüveysra adlı birisi çıxdı. Allah Resulü qəniməti bölüşdürəndə qalxdı, dedi ki, ey Muhammed, adil ol. Ona görə alimlər deyirlər ki, bidətə düşən elə bir kimsə yoxdur ki, ən birinci ondan gedən ədəb olur. Ən birinci ondan gedən əxlaq olur, ədəb olur. Fikir verginən Allah Taala Quran-ı Kərimdə Hucurat surəsinin əvvəlində Allah Taala deyir ki, ey möminlər, ey müsəlmanlar, səsinizi Allah Rəsulunun səsindən ucaya qaldırmayın. Bunu eşidən sahabi Muhammed sallallahu aleyhi ve sellemin şeir deyəni daim Allah Rəsulunun qabağında kafirlərə rədd verirdi. Şeiri ilə, gözəl kəlmələri ilə. Yoxa çıxır bir müddət bu ayə nazil olanda. Gedir oturur evində, Muhammed sallallahu aleyhi ve sellem görmürəm o sahabəni. Hardadır? Sahabələr gedirlər, görürlər ki, bu adam neçə günlərdir oturub evində ağlayır ki, mən Muhammed sallallahu aleyhi ve sellemin daim yanında səsimi onun səsindən hündürə qaldırırdım. Bu ayə mənə görə nazil olub. Sahabənin ədəbinə bax, təvəkkürlüğünə bax, özünə götürdü bu ayəni və evdən çölə çıxmış, Allah mənə bağışlamayacaq. Və gəlirlər, deyirlər ki, ya Rasulullah, bu adam bu şeyə görə evindən çıxmır. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, yox, o daim mənim yanımdadır və haqqı deyirdi. Allahı, onun dinin müdafiə eləyirdi. Bu ayə ona aid deyil. Və deyirlər, o sahabə ondan sonra rahatlaşır, gəlir. Amma fikir ver, ədəbsizə. Allah Taala başqa ayədə buyurur ki, Muhammed sallallahu aleyhi ve sellem'in Allahın elçisin, öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın, ey Muhammed, deməyin. Və lakin siz deyin ki, ya Rasulullah, ya Nəbi Allah. Amma ədəbsizə bax, qalxdıdır ki, ey Muhammed, ədalətli ol, düzgün bölüşdür. Yanında Muhammed sallallahu aleyhi ve sellemin Ömər ibn Xattab və Xalid ibn Valid dedi ki, ya Rasulullah, icazə ver, öldürək bunu, münafiqdir. Muhammed sallallahu aleyhi ve sellem dedi ki, yox. Niyə görə yox? Çünki qardaşlar deyər ki, Muhammed öz sahabələrini öldürür. Çünki qardaşlar onu başa düşmürdü. Ən azğın tayfadılar qardaşlar. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əgər onlara yetişsəm, ad qövmü qırıldığı kimi onları qıraram. Ən azğın tayfadılar. Yegana tayfad ki, Muhammed sallallahu aleyhi ve sellem onlar haqqında danışır və buyurur ki, o göstərir sonra Allah Resulü ona. Deyir ki, bunun kimlər, bunun nəsli gələcək. Oxuyacaqlar, oxuduqları boğazlarından aşağı keçməyəcək. İbn Abbas radiyallahu anhu, onlar Əli radiyallahu anh zamanında çoxaldılar xavariclər. İbn Abbas radiyallahu anh dedi ki, ey Əli, icazə ver gedim onlarla danışım. Ola bilsin ki, qayıtdılar. Çünki İbn Abbas radiyallahu anh həm də alim idi, böyük sahabə idi. Əli deyir ki, radiyallahu anh, ey İbn Abbas, qorxuram ki, səni zərər eləyərlər. Onlar xaindirlər. Deyir ki, yox. Ən azından Muhammed sallallahu aleyhi ve sellemin əmsi oğlayam, ona görə məyəl vurmazlar. İcazə ver gedim. Deyir ki, ged.
İbn Abbas deyir ki, onların xeymələrinə, onların çadırlarına deyir, mən yaxınlaşanda arı vızıltısı kimi səslər gəlirdi. Yaxınlaşdım, gördüm ki, elə Quran oxuyurlar ki, səslər qarışıb bir-birinə. Səcdə eləməkdən deyir, alınları deyir, qabar bağlamışdı. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, onların ibadətini görsüz, öz ibadətinizi yalanlayacaqsınız onlara baxanda. Səhərə qədər səcdədə ağlayırdılar. Amma qardaşlarım, onların o cür ibadətləri, o cür Quran oxumaqları, səcdələr onlara heç bir fayda vermədi. Sonunda fikir ver, o qədər azğın tayfatlar ki, qardaşlar, Əli radiyallahu anh zamanında Muaviyyə ilə arada fitnə düşəndə xavariclər aralanmışlar, ayrı gəzirdilər. Nə Muaviyyə tərəfdə, radiyallahu anh, nə də Əli tərəfdə idilər. Ayrı gəzirdilər. Və gəzəndə bir topa xavaric Habbab ibn Ərat radiyallahu anhunun oğlunun evinin yanından kesirlər. Kesəndə Habbab ibn Əratın oğlunu görürlər, Abdullah'ın. Deyirlər ki, sən kimsən? Deyir ki, mən Habbab ibn Əratın oğluyam. Deyir ki, sənin fikrin nədir bu barədə? Əli doğrudur, yoxsa Muaviyyə? Əli radiyallahu anhu fəzilətlərindən danışır və onun tərəfdə olduğunu bildirir. Və ona deyirlər ki, sən bizə elə bir hədis danışa bilərsən ki, o birbaşa Peyğəmbərdən, aton eşidib Peyğəmbərdən, deyir ki, bəli, danışaram. Deyir ki, atamdan eşitdim, atam da Peyğəmbərdən. Habbabın oğluydu, radiyallahu anhu. Deyir, Allah Rasulü buyurdu ki, fitnələr gələcək. Fitnələr gəldiyi zamanda yeriyən oturandan, qasan yeriyəndən daha üstündür. Onlar özlərinə götürdülər. Deyirlər, fitnə bizə deyirsən sən. Və yıxdılar yeri, başını kəsdilər, öldürdülər. Sahabənin oğlun, Abdullah radiyallahu anh. Evdə zövcəsi hamilə idi, qardaşlar. Girirlər evinə bu azğın tayfa və onu təkfir edirlər. Deyirlər ki, sən kafir oldun. Əlinin tərəfindəsən. Və girib zövcəsini də öldürürlər, uşağını da öldürürlər. Bətnində. Və bu xəbər Əli radiyallahu anh'a çatanda, Əli radiyallahu anh deyir ki, onlarla döyüşmək artıq fərz oldu. Çox azğınlaşıblar və gedir, Nəhrivanda hamısını qırır. Yəni, onlar bu cür azğın tayfadılar, qardaşlar. Onlar müsəlmanlar təkfir edir. Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, bütpərəstlər qalacaq, müsəlmanları öldürəcəklər. Allah akbar, fikir verir bugün xavariclərə. Ancaq müsəlman ölkələrində fitnə fəsad törədirlər. Allahın hökmünə, ancaq Allahın hökmünə hökm vermədi filan kəs. Amma fikir ver babalarına, Zülxüveysirəyə Muhammed sallallahu aleyhi ve sellemlə qənimətin davasını lirdi. Davaları bunların dünyadır, qardaşlar. Vallahi dünyadır. Bunların dərdi din deyil, bunların dərdi fitnədir, qarşı durmadır, pozğuntuluq yaratmaqdır cəmiyyətdə. Salahaddin Eyyubinin zamanında Qüds onda Yahudilərdə idi. Ömər radiyallahu anh almışdı, sonra təzdən Yahudilər aldılar. Xaspərəstlərin əli ilə uzun müddət Yahudilərdə qaldı. Və Salahaddin Eyyub, Allah ona rəhmət eləsin, o qərar vermişdi ki, alsın oranı, lakin güclənmək lazım idi. Və onun yanında yaşayan o cavanlar, belə deyək, dəliqanlılar, tez-tez xəlifəyə söz atırdılar ki, Hasan alacaq. Sən zəiflik göstərirsən. Bəzən cümə namazında yerdən dillənirdilər ki, Qüds. Bir dəfə də bir cavan cümə günü qalxdı, Qüds söz atdı Salahaddin Eyyubiyə. Səhəri günü sübh namazında salam verəndən sonra Salahaddin durdu. Çıxdı minbər. O dünən cavan var idi, o xütbədə Qüds istəyən. Hani o sübhdə buradadır o? Deyirlər ki, yoxdur. Deyir ki, vallahi cüməyə gəldiyiniz kimi sübh namazına gəlməyincə, sözü ilə mən bir addım da atmaram döyüşə. Sübh namazını 9-da qılmaqla sən Qüdsə ala bilmərsən. Dua eləməməklə qəlbində, Allahdan həqiqi istəməməklə ala bilmərsən. Asiliklə ala bilmərsən. Qüds, birinci sən onu qəlbində fətihləməlisən. Ondan sonrasına. Və budur xavariclər, qardaşlar. Onların yer üzərində fitnəsi böyüdür. Ona görə, əlhəmdülillah, elm əhli buyurur ki, onlardan uzaq durmaq. Onlara tərəf getməmək. Tamamən onlardan uzaq durmaq. Bu dini qorumaqdır. Hətta qardaşın olsa belə, onları alma, onlara satma. Yaxın durma, qız vermə, qız alma. Ən şərri insanlardır yer üzərində. Necə alimlər Şeyx Rabi Rahmanullah deyir ki, səmanın altında ən şərri insanlardır xavariclər, hizbilər. Fikir ver. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, əgər yetişsəydim, onları öldürərdim. Süfyan-ı Savri Rahmanullah gedəndə tələbəsi ilə
Bir nəfər deyir ki, Süfyan gözlə sənə bir dənə hədis deyim, bidət əhli idi, zəlalət əhli. Heç ona tərəf baxmır, üzün çevirmir, əlin belə göstərdir ki, yarımın da demə. Yarımın da demə. Tələbəsi deyir ki, şeyx, o desin də, bəlkə sən də cavab ver, bəlkə qaydar bizə. Onunla mübahisə elə və s. Deyir ki, yox vallahi. Deyir, qorxduğun tələbəsi deyir, yox vallahi. Qorxdum ki, qəlbimə toxum şübhəsi atar. Gör sələflər, əhlüsün alimləri necə idi? Yoxsa indi bəzi bizdə üzündən Quran oxuya bilmir, deyir ki, gedirəm onlarla spor eləməyə, qoy gedim onlarla mübahisə eləyim. Vallahi neçə bu cür adamlar var ki, onlar getdilər, qoşuldular ora. İndi evdə ailələri yetim qalıb, uşaqları yetim qalıb. Getdilər, öldülər orada, burada. Gedib orada nə qədər peşman olanlar var. Onlar da buradan gedəndə, oralar bizim, müsəlman torpaqları, nə bilim, gedək anabacılarımızı və s. Bu cür hissi söhbətlərlə gedmişdilər. Amma nə faydası oldu? Nə faydası oldu? Ancaq fitnamı alimlər, böyüklər, əlhəmdülillah, o başlayanda o məsələ deyirlər ki, fitnədir, gedmək olmaz. Ona görə bəziləri biz başçımıza dua eləyəndə, onun üçün xeyir istəyəndə, onun üçün müvəffəq olmasını istəyəndə, bəziləri içində partlayıb ölür. Onlar istəmirlər, vallahi onlar sabitçiliyi, əminamanlıq istəmirlər. Əlhəmdülillah, ona görə İmam Əhməd, rahiməhullah, həmişə deyirdi ki, əgər bilsəm ki, qəbul olunacaq bir dənə duam var, onu da başlayırsın eləyərdim. Ondan bu barədə soruşanda ki, niyə deyirdi ki, çünki mənim islahım, mənim üçün, öz aləm üçün, biraz cəmiyyətim üçün, amma başçının əlhəmdə müvəffəq olması, həmin ölkənin, millətin müvəffəq olmasıdır. Ona görə başçı üçün dua eləyin, qardaşlar. O bizim başçımızdır, əlhəmdülillah. Müsəlman başçımızdır. Nə qədər səfərlərləyir. Fikir ver, Şeyx Fozan, Allah onu qorusun. Dərslərin birində deyir ki, vallahi biz gecə evimizdə yatanda onlar səfərlər eləyirlər, onlar yatmırlar. Fikirləşirlər, beyinlərinə qururlar, ölkənin əminamanlığını qorumaqdan ötürü qərarlar verirlər. Hansısa bir zərər gələndə o zərərdən öz ölkəsin necə ən yüngül zərərlə çıxartmaqdan ötürü fikirləşirlər, beyinlər işləyir. Sən evində oturmuşsan, bir dənə çörəyin qiyməti 10 köpük qalxan kimi dava, qırğın, nə bilim, miting filan. Vallahi əminamanlığın qiyməti yoxdur, qardaşlar. O 10 qəpi ilə, 20 qəpi ilə pulla ölçülən bir şey deyil. Allah qorusun, elə kişi olar ki, evindən çıxar, nə bilim, 10 dəqiqə məsafəyə gedər, gəlib görər ki, evi darmadağındır, Allah qorusun. Bugün hansımızda var bu? Əlhəmdülillah, bu əminamanlıq deyil. Bu, pula, qızıla dəyişilən bir şeydir, qardaşlar. Bax, xavariclərin istədiyi budur. Əminamanlığın, sabitçiliyin pozulması. Ona görə uzaq durun, əlhəmdülillah, onların iyi gələn yerdə, ləpirləri gələn yerdə xeyir yoxdur, qardaşlar. Əlhəmdülillah ki, sönüblər, Allaha həmd olsun, qardaşlarımız oyaqdır, elm əhli, Allah onları qorusun. Bu barədə əlhəmdülillah çoxlu dərslər var. Dinləyin, qulaq asın, Allah həmd olsun, böyük faydalar var. Vallahi, alimlər fitnəni öncədən hiss eləyir. Cahillər amma fitnə gəlib gedəndən sonra ayılır ki, sən demə bu fitnəymiş. Ona görə elm əhlinin yanında olmaq. Öncədən nəysə əlhəmdülillah deyəndə, tövsiyə eləyəndə, onu başqa bir şey kimi qəbul eləmək yox, əlhəmdülillah, səmi'nə və ətə'nə, eşidib itaət eləmək. Bu, əlhəmdülillah, əhlüsünnə yoldur, qardaşlar. Allahdan istəyirəm, Allah təala bizi eşitib faydalardan eləsin. Allah subhanahu taala bizi sabit eləsin, daim Quran və sünnə üzərində eləsin. Allah təala başçımızı qorusun, daim onu müvəffəq eləsin. Allah təala əsgərlərimizi, zabitlərimizi qorusun. Allah təala şəhidlərimizə rəhmət eləsin. Allah təala qazilərimizə şəfa versin. Onları gözəl həyatlarına qaytarsın, ya Rab.